Yəni Osmanlılar da bizim qardaşımızdır, Türkiyə də bizim qardaşımızdır. Amma əzizim Şah İsmail Osmanlıya qarşı müharibə eləməyib. Osmanlı İstanbuldan topun, tüfəngin, xancarın götürüb gəlib Azərbaycana Şah İsmailin üstünə. Siz niyə görə agressorla, agresiyaya uğrayan tərəfi qarışdırırsınız? Qardaş, bu qədər də olmaz. Ayıbıdır qardaş. Ayıbıdır. Həqiqətən ayıbıdır. Yani Şah İsmail Osmanlı'ya karşı muharebe edemeyip ay kardeş, bizim dilimiz de mazol oldu demeyler. Osmanlı Şah İsmail'e karşı muharebe edip, bütün muharebeler Nadir Şah'ın devrinde, Şah Abbas'ın devrinde, Şah Tehmasib'in devrinde, bütün muharebeler Azerbaycan torpaqlarında olub. Şah İsmail'i təhqir eləyənlərin misalını deyim kardeş, heç kimin xətrinə dəyməsin. Təsəvvür elə, biri kətdən durur, gedir şəhərə. Şəhərdə ona deyirlər ki, sen atın bel olup el olup. Bu gelir eve, salır atasın qəpiyin altına. Ay sen hakkında belə deyirlərdi, sen belə adamsan, el adamsan. Bu atasından soruşmur ki, ay ata, ay başa dönüm, ay qadoyalım, sen hakkında belə bir söz deyirlər. Sen həqiqətən mi bu işi eləmişsən yoksa yok? Qardaş, bu qədər də olmaz da. Bu qədər də olmaz da qardaş. Adam özünə, adam sözünə, adam öz atasına, öz tarixinə, öz mədəniyyətinə hörmət edir qardaş. Osmanlılar bizim qardaşımızdır, təbii ki. Amma Səfəvilər, Nadir Şah, Uzun Həsən, Qaraqoyunlu biz özümüzük qardaş, biz özümüzük. Özümüzük. Sən nə qədər əmiyə ata desin də, əmidən sənə ata olan deyil. Əmi əmidir, ata atadır. Atanı evin içində qoyub, gedib əmvə ata diyorsun. Vallahi əmin də şəfağı qoyacaq sənin ağzın üstündən. Geceye git, öz atom var. Yani bu ne kadar gülünç bir şeydi kardeş. Kadar da olmaz da kardeşler. Ne kadar əmiyə, dayıya biz ata diyeceğiz. Yani ihtiyaç yoktu kardeş. Bizim öz şanlı tarihimiz var. Bizim Nadir Şahımız var. Bizim Uzun Həsən Bayandurumuz var. Bizim Qara Yusifimiz var. Bizim Şah İsmailimiz var. Şah Abbasımız var. Tabii ki mənə ləzzət edir. Osmanlı tarihi mənə ləzzət edir. Sultan Süleyman, Möhtəşəm, Əhsən, Yavuz Sultan Səlim, Əhsən, Osman Qazi, Əhsən. Amma tay qardaş, mən durum Uzun Həsəni təhqir eləyim. Mən Şah İsmaili təhqir eləyim. Nadir Şahı təhqir eləyim. Gedim Fatih Sultan Mehmedə ata deyim. Nə bilim, Yavuz Səlimə ata deyim. Olsa əmim ola bilər, dayım ola bilər. Əmiyyət dayıya da ata deyilməz. Bizim belə bir möhtəşəm tariximiz, belə bir möhtəşəm mədəniyyətimiz olurlar. Biz niyə görə özümüzü aparıb kiməsə calaq eləməliyik qardaş?